Kalkulator yarattı. Niye? Bize kalkulator lazım idi. İşleri keçtik. Ondan sonra da bölümleri keçtik. Tamam. Yok. Madem ki ifləri keçdik, nələri keçdik, yarın bir dənə də şey eləyək. Hətta biz deyəsən and, or filan keçməkən bir şeylər də keçdik, elə mi? Yok. Ya. O zaman. Gəlin bir dənə də şey eləyək. Düzlə. Günləri. Bəli. Oley! İbo geldi. O gözler kimi? Tak. Yaxşı. Bugünləri dinləyəcəyik. Bugün bizə adətən tez lazım olan saytlarda yayınlanan bir komponenti öz əlimizdən yaratmağa çalışacağıq. Söhbət gedir slayder. Slayder niye? Çünkü hazır yazılmış komponentler var. Cemaat onlardan istifade ediyor. Ama ben size göstermek istiyorum sadece onu ki aslında ihtiyaç yoktu. Böyle xaxın yazdığından istifade etmeye. Biz özümüz de bunu eləməyə prinsipçi qadirik. Yani bu dəqiqə JavaScript'in cümleden 6. dersidir. Ama bu günləri biz yani oldukça böyle babat bir şey ortaya çıkartabiliriz. Belə ki, əvvəlcə gəlin yazaq kimi slayderın stili ne olacak? Yazıram. Mesela için bitsi olsun 80%. Ondan sonra height'ı da olsun mesela için 80 ondan sonra mesela için margin'i olsun tutalım ki auto mesela için box'u olsun yok box nerede? Box shadow olsun mesela için birinçine bu prinsipçe bana öyle gelir ki bu kadar bəsdir. Bu bizim slider'ımız olsun. Biz çalışacağız ki bunun içerisinde bilen babat bir slider əmələ gətirək. Elədir ki var. Şimdi bunun slider olması için yani içinde şekillerin olması lazımdı. Onun için gedək şekil tapaq. Bize kifayet kadar bir şey kurtarmıyor falan. Neydi adı? Çempiyonat. Ne var kurtarır? Ne? Oy der bir öftüler. Oy. Oy Allah. Tak.
Deməli, şəkil lazımdır bizə. Maşın niyə bu? Futbol üzrə dünya çempionatıdır. Qoy maşın. Ayda. FIFA World Cup image. Fantasy nədir görəsən? Yox, fantasy istəmirəm. İstəyirəm nə istəyirəm? Evet. Funny moments da var. Hatta funny moments nədir? Yenə kiminsə tumanı düşüb. Moments dedim, gör bax mənə nə deyir, nə verir. Great moments to receive that. Güzel tabii. Slayer'larda özelleştirilmiş. Tamam, böyle bir şeyler olsa, böyle şeyler olsa. Oydu, bu Messi'di ki. Ne güzel. Tamam. Okey. Bir nispeten pulsun içerisinden ölçüleri nispeten büyük olsun. Onun için large seçiyorum burada. Başka? Color, type. Ondan sonra vertical, horizontal yoktu burada. Yok. Okey. Şey götürdük Messi'ni. Yok. Tamam, böyle şeyler var. Best of Norway. Tamam, bunları söyleyek. Bunları ben sevmek istiyorum. Ne? Ha? Tak. Neçə dənə? Yaxşı sualdır. 149'un imicini, WebP-dir özdə. WebP olması heç yaxşı deyil. Onun üçün mən də səhv eləmirəmsə. Nə? Ha? Nə? Bilmirəm. Bu videodur, onun üçün o mənə bunu WebP kimi verir. Cehenneme olsun şey. Bunları ben save elədiyim zaman millet, onların adlarını koyacağım 1, 2, 3, 4 filan. Ki ne? Ya uzun yazmışım yani ki tapmışım ben öz adımı. Hamısı WebP-dir. Tamam. Haaland nədir bunun? Haaland nədir?
Yani Hollanda olsaydı diyerdim ki okey. Kolombiya. Tamam. Bu olsun 3. Sonra Best of Canada. Kanada'ya bakıyor. Hamısı qapqaradır. Böyle Kanada olar. Mən də eşitmişəm Kanada soyuq ölkədir. Qar yağır orada, nə bilim. Mexico. Biri şeydi, 85% şokoladdır. O biri ise yani biraz sütlü. 5. Başka kim var? Egypt. Oyda. Egypt. Ne istiyorsan. Ne? Başa düşmədim. Yox, bilmirəm. Ya görsən mən WebP hamısını şeyləyirəm, basıram. Nə çıxdı? Ya yeganə şərt odur ki, eyni extension olsa yaxşı olsun. Yəni JPEG ola bilər, nə bilim nə olsun, fərqi yoxdur. Yəni mən tapdım. İstəyirsiniz nə bilim maşın götürün, istəyirsiniz kəpənək götürün, istəyirsiniz nə bilim nə götürürsünüz, götürün. Mənim üçün fərqi yoxdur. Mənə lazımdır ki, 10 dənə şəkil olsun. 10 olmasın. 8-9 dənə kifayətdir. Məndə o 7 dənə var. 8. Birini də götürəcəm, olacaq 9. Şu. Balogun. Balogan nədir? Best of Portugal. Bu şeydir, bu Ronaldo'dur. Hiç oxşamır. Neyse, Messi'den başladık, Ronaldo'dan kurtardık. Bu da 9'dur. Okey. Belə şəkillərim əmələ gəldi burada. Cısının image qovluğuna yığmışam. 1, 2, bu Messi deyil yox. Bu nədir belə? Neyse ondan. Okey. Şey de var, nar da var. Tamam, 1'dən 9'a kimi şəkilləri yığmışam. Gözəldir. İndi şəkillər bunun içərisində şəkillərin şəkillər dəyişəcəksə, deməli bu fix olmayacaq, bu dəyişən olacaq. Dəyişən olacaqsa, yəni ki, bunları mən CSS-lə qoymayacağım. Yəni CSS-lə qoyası olsaydıq, yazardıq ki, bunun style'ı olsun, nə bilim, background, ondan sonra URL, ondan sonra nə bilim, image qovluğunda, məsəl üçün bir WebP və tam şey tutması üçün yazardıq center color. Düzdürmü? Belə bir iş görəcəkdik. O zaman bura yəni gələcəkdi, pişt oturacaqdı belə bir şəkil, değil mi? Gözəl. Amma biz onu CSS-lə eləməyəcəyik, çünki CSS-lə onu sonra dəyişdirmək problemdir. JavaScript-lə eləyəcəyik. Bizdə JavaScript-də baş rolda sliderdir. Onun üçün ondan başlayıram ki, burada sliderın dokumentin içərisində obyektini aparıram və eyni adlı dəyişənin içərisinə qeyd edirəm. Düzdürmü? Bu bizə nə verir? Bu bizə onu verir ki, bir də slider'a. Əgər biz style vermək istəsək, o zaman yəni ki, belə bir şey verməliyik də, yəni ki, JavaScript-dən. Bunun CSS-lə JavaScript-in fərqi nədən ibarət? Veya heç nədən, yəni sadəcə və sadəcə bunu ora yox, bura yazacaq. Deyəcək ki, slider'ın içərisində background bərabər olacaq buna. Tamam mı? Yani oradan götürdük, bura kopyaladık. Bakırıq, görürük ki, eyni şey bizim üçün elədir. Ve burada biz misal üçün rəqəmi değiştirdiğimiz vaxtı bunun içərisindəki şəkil değişecek. Rəqəmi değiştirdiğimiz vaxtı bunun içərisindəki şəkil değişecek. Tamam mı? Şu ve salam şu tamam. Deməli burası değişen olmalıdır ki değişsin asan bir şekilde. Onun için ben bunun əvəzinə
Bir daha tutalım ki x değişənini yazıram. Burada da deyirəm ki x'in olsun değişən, hansı ki başlanğıçda qiyməti olsun 1. Şu bu kadar sade. Değil mi? Değil. Hı. Tak, indi biz nə etmək istəyirik? Bak. Ne etmək istəyirik? Yana geçmez. Nə? Değişmeyi yanıyor. Yana yana yox. Değişməsini istəyirik. Nə vaxt değişməsini istəyirik? Neyse bir buton basalım. Neyse bir butona basanda istəyirik. Tamam. O zaman bunun içərisində neyse bir dənə buton, yani bir dənə də deyil, iki dənə buton olsun. Biri olsun buton, o biri olsun buton. Sadece bir dənə butonun içərisində mən istəyirəm ki, məndə sağa doğru şey tapdım. İşaret yaptım. Aha. Ve indi istəyirəm ki, bunlar yani burada yok, biri burada olsun. Biri de burada olsun. Ne karmak lazımdı? Slider reflex veriyor. Slider flex verək. Display ne eləyirik? Flex. Just like content space. Bəli, bəli. Elədir ki, var. Sonra justify contentini eləyirik. Space between align items eləyirik center. Beləncə. Ha, все. Bəsəlam. Ha, bunları başqa cürünə dizayn eləmək istəyirsiniz, aydın məsələdir ki, eləyə bilərik. Deyə bilərik ki, bizim sliderın içərisindəki bottomlara istədiyiniz formanı verə bilirsiniz. Yəni, məsəl üçün, tutalım ki, bit height olsun. Məsələn də tutalım ki, bu çok gelir. Ha, birincisini. Geçen bunu hatta daha büyük diyelim ne olur. Oo öyle ya bu çok. Bu da çok dersin değil mi? Hı? Ya bomba. Şu an. Geçen beğendim.
Yox. Alo. Kimdədir bu? Oo, yaxşı. Tamam. Və indi bizə nə lazımdır? İndi bizə lazımdır ki, buttonun üstünə bastığımız zaman bu bizə yəni ki, x-i misal üçün o üzə artırsın. Buna bastığımız vaxtı məsəl üçün x azalsın. Tutalım ki, bunun adı olsun next, bunun adı olsun pref. Okay. Aydın məsələdir ki, biz burada bu funksiyaları çağırırıqsa, o zaman burada bu funksiyanı yaratmaq lazımdır. Misal üçün, next funksiyamız necə olmalıdır? X-imiz artmalıdır da, x plus plus yazmalıdır. Var. Mesela, şimdi bunun üstüne bastığım zaman ne baş verir? İşin baş verir. Niye baş vermir? Bilmiyorum. Niye baş versin ki? Baş vermesi için. Ne? X'in yanına X'i de yazıyor. Şəkli şey. X bərabər X. Ну, x plus plus zaten bu demektir. Bu da bu demektir. Bu da bu demektir. Tamam? X plus plus x'in bir artması demek. Tamam? Hı -hı. Biz hatta x'i konsol loga versək ki, baxaq, yəni x'in bir değişməsi baş verir mi? Next'e basanda. Görürük ki, bəli, x değişir, əməlli başda değişir. Ama şəkil değişmir. Şəkil niyə değişsin ki? Şəkli dəyişməyi hesab edirəm. X'in içinde X'in Biz içinde. şəkil dəyişməyi funksiya düyməyə basmaq sonra baş verməsi isə onu slide olması lazım. Aha, bəli, yəni ki, bu bir dəfə işlədi. Amma biz x'in değiştiği zaman bunun her dəfəsində işləməsini istəyiriksə, o zaman biz bunu burada yazmalıyıq da. X'i değiştirəndən sonra yenidən slider style backgroundunda yeni x-lə bunun buraya yerləşməsi lazımdır. Ona görə də onu yazdıktan sonra biz bu düymeye basaq, bu sefer görəcəyik ki, yes, elədir ki var. Bizim şəkillərimiz gül kimi değişir. Evet, beləncə, gəzən. Bunlar nədir? Əl hərəkəti eləyir belə. Bu sifətinə zadına. Aha, bu. Amma bir dənə balaca amma var. Amma ondan ibarətdir ki, bu 10 WebP, 11 WebP, 12 WebP faylları bizdə yoxdur. Yadımızda saxlayın millət. Əgər ki, nə vaxtsa, aradasa, x plus plus, x minus minus, x plus 5, nə bilim, n plus 86 filan feşməkən yazırıqsa, bunun mütləq şəkildə yan yörəsində bir dənə if olmalıdır. Mütləq şəkildə. Niyə? Çünki bizdə heç bir şey, heç bir dəyişiklik başıboş olmamalıdır. Belə şərtsiz, zadsız olmamalıdır.
Yes. Burada şərt olmalıdır ki, əgər yəni bizim x-imiz nə vaxt arta bilər? Artı 8'de de beraber olur. Əgər bizim x-imiz 1-dirsə, 2-dirsə, 3-dürsə, 5-dirsə, 6-dırsa, 7-dirsə, 8-dirsə biz onu artıra bilərik. Amma 9-dursa o artıra bilmərik. Yəni ki, bu 9-dan kiçik olmalıdır. Əgər 9-dan kiçikdirsə, o zaman bunu artırmaq olar. Bu if bu limitlenmesini təmin edir. Yəni ki, burada bura qədər gəlir. Ondan sonra görürsünüz ki, bizim errorumuz adımız çıxmır. Bu gözəldir. Amma biz bunun davamını da eləyə bilərik. Yəni ki, bu onun 9-a qədər getməsidir. Amma devamını da yaza bilərik. Yaza bilərik ki, 9-dan kiçikdirsə biz onu artıra bilərik. Amma əks halda, yəni 9-dursa və ya 9-dan böyükdürsə biz nə etməsini istəmiş ola bilərik? Getdi, axıra qədər dirəndi. Yəni 1'ə qayıtmasını təmin eləyə bilərik. O zaman deyə bilərik ki, əgər 9'u aşdıysa, o zaman x-imiz tezdən 1 olsun. Tamam? Yani ki bu 1'dir, 2'dir, 3'dür, 4'dür, 5'dir, 6'dır, 7'dir, 8'dir, 9'dur. İndi buna bastığım zaman baxın tezdən 1'ə qayıdır. Okay? Belə işlər. Onun üçün zəhmət olmasa hal-hazırda bu next idi. Prev üçün lazım olan funksiyanı yazın ki, bu dal-dala getsin. X istiqamətdə. Cip cücələrim. Mənim qəşəng cücələrim. Yazdınız mı? Ne yazdınız? Bunu X'dan bölüsü var. misal üçün kopyalayırıq. Deyir ki, prev üçün x minus minus olacaq. Amma biz onu nə vaxt azalda bilərik? Aha. X əgər birdən böyükdürsə, o zaman onu azaltmaq olar. Əks halda 9'a qayıtsın. Nə gözəl. Elədir ki, var. Həqiqətən, gördünüz, dal-dala gedir. Nə gözəl. O tərəfə də gedir, bu tərəfə də gedir. Süper, möhtəşəm. Yəni, indi bir balaca fantaziya istəyirsiniz, şərt deyil təbii ki. Biz məsəl üçün bura yaza bilərdik. Məsələn, transition, məsələn,
tutalım ki müəyyən bir transition 0,3 saniye falan. Yani bir damcı, bir damcı, bir damcı, yani ki transition burada olsa daha romantik görsənəcək. Yani, yes. Böyle Aa, kodda yazdı. ne? Kısım sıfırdan böyle yazdı. İkisi niye, ne yazırım? Niye sıfırdan böyle? Hangi sıfırdan? Birden. Hangi evde? Bunlar sıfır böyle yazmışlar. Tamam. Səndə şəkillər neçədən başlayır? Birden. Birdən başlayır, düzdürmü? Aynen bir Cip cip cücələrin cip 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 cip. Okey, все. Yani deyə bilərik ki, slayderimiz hazırdır. Amma buna məsələn daha fantaziyada qata bilərik. Ha? atla yürüyormuş. Yox, sən çox fantaziya getdin. Ondan əvvəl başqa bir şey ola bilər. Birincisi məsəl üçün, burada fantaziya etməmişdən qabaq, burada bir də məqam var ki, baxın, bu sətir bizim kodda 3 dəfə təkrarlanır. Yüzdəki, yəni tam olaraq təkrarlanır. Yəni ki, içərisində 1 qram, 1 hərflik fərq belə yoxdur. Yadınızda saxlayın, əgər kodunuzda hər hansı bir şey təkrarlanırsa, kod parçası təkrarlanırsa, demirəm ki, bu kodunuz səhvdir. O deməkdir ki, sizin kodunuz çox ideal deyil. Okay? Yəni, çalışmaq lazımdır ki, ideal olsun. Niyə? Çünki sabahları əgər bu kodda hardasa dəyişiklik eləməli olacaqsınızsa, o zaman siz o dəyişikliyi 3 dəfə eləmək məcburiyyətindəsiniz. Tamam? Biz də adətən bunun üçünü də eyni anda görmürük. Yani gelirik birini değiştiririk, sonra gelirik yoklamaya, görürük ki değişmedi ki. Okay? Yani sonra qaydırıq tezdən axtarmaya başlayırıq ki, başqa hardaydı. Orada değiştiririk, sonra qaydırıq, görürük ki, burada değişti, burada yenə değişmədi. Hayda, tezdən axtarırıq orada ki, bəlkə başqa bir yerdə də var, görürük ki, 3-cü yerdə də var, orada da değiştiririk. Bu, yani belə deyək də əsəbdir. Özünüz üçün əsəbdir. Onun üçün kodu elə yazın ki, təkrarlar olmasın. Bunun qaydası odur ki, əgər bizdə hər hansı bir kod parçası bir neçə dəfə istifadə olunursa, onu biz funksiya formasında təşkil edirik. Bunlar bilirsiniz niyə görə funksiyadır? Çünkü buton'a her bastığımız vaxtı buradaki əməliyyat tekrarlanmalıdır. Funksiya tekrar çağrılabilen, tekrar icra olunan bir kod parçasıdır. Ona göre yani ki bu hissə əgər şəklin yani sadece göstərilməsinə xidmət edirdisə, mən yazıram ki, mənim misal üçün show adlı funksiyam olsun, hansı ki bu işi görsün. Və harda ki mənə bunu eləmək lazımdırsa, mən orada show funksiyasını çağıracağım. Show. Okay mi? Beləliklə, bunun içərisində düzəliş eləmək lazım olsa, mən burada düzəliş eləyərəm. Şurası olan da bir dənə. Bir dənə yerdə düzəliş var. Yerdə qalan hissələr də o avtomatik olaraq işləyəcək. Yəni ki, burada misal üçün buna basırıq. Yəni görürük ki, gül kimi işləyir. Tamam? Böyle. Ya. Ve birdeki kod daha kısa oldu da. Bu arada bir tane de şey var. Burada iki daha fonksiyamız var. Prev ve next. Bunlara böyle baktığımız vaxt, bunlar tam eyni değil. Ama belə baktığımız vaxt, yani başa düşürük ki, aslında yani eyni işi görür böyle. Her ikisi de x'i değiştirir. Ve ondan sonra yani show çağırır. Böyle kobud desək. Bunları
birleştirme olmaz mı? Bir tane fonksiya olsun. Hem o işi görsün, hem bu işi görsün. Olabilir, bəli. Olabilir. Gelin bu funksiyaları mən saxlayayım hər ehtimala qarşı, belə tarix üçün. Ki biz nə vaxtsa belə bir şey yazmışdıq. Ama yani ki çalışıq ki bunları birləşdirək. Mesela bir tane fonksiyamız olsun. Adı olsun məsəl üçün də change. Tamam. Ve orada ne baş versin? Orada böyle bir şey baş versin ki bizim x'imiz değişmeliydi. Düzdürmü? Necə değişmeliydi? Bir taraftan biz buna 1 əlavə edirik. O zaman bu artır. O bir taraftan da buna -1 əlavə eləsək bu azalacaq. Düzdürmü? Yani bir çıxla ne bileyim üste gel -1 eyni işi görür, düzdürmü? Aha. Deməli değişen sadece burasıdır da. Yok. Eğer değişen burasıdırsa, deməli burada biz değişen istifadə etmeliyiz. Hansı ki bizim hareket istiqamətimizi müəyyənləşdirir. Ben bunun adını koyuyorum direction. Tamam. Bu direction da fonksiyanın çağrıldığı zaman argument kimi ona verilecek. Tamam mı? Yani dır göyden zəmbillə düşmür, yani ki buradakidir argument. Deməli, eğer bizde indi 2 tane yok, 1 tane fonksiyamız varsa, biz onun qabağa getməsini istediğimiz zaman deyirik ki direction'ımız olsun 1. Biz onun dala getməsini istəyiriksə, deyirik ki direction'ımız olsun -1, bəli. Yani ki buna basanda bu fonksiya çağrılır, direction olur -1 ve bizim x'imiz azalır. Buna bastığımız zaman yeni change fonksiyası çağrılır. Son direction olur 1 ve bizim x'imiz artır. Ama biz demişik ki bizim x'imiz ya plus plus ya minus minus ya plus minus 1 ya plus plus 1 ne bileyim ne olursa yan yörəsi ne olmalıdır? If ki nəzarət eləsin ki bizim x'imiz 1'den, mesela üçün x'imiz 1'den 9'dan çok olmadı ki. Eğer bizim x'imiz arttıkça 9'dan çok olursa biz ne etməliyik onu? Qaytarmalıyıq 1'e. Ve x istiqamət var. Bizim x'imiz 1'den. Aya koş. Sen canım onu götür günün çık şöyle cevap ver. Zad eləsin de ya kimdirsə bespantoğudur. Yani mazgimiz xarab eləməsin. Eğer bu 1'den küçük olursa deməli biz onu təzədən 9'a qaytarmalıyıq da. Şu basalım şu tamam. Yani bir tane fonksiya, 2 tane fonksiyanın işini hal-hazırda görür. Buna basırıq, bu qabağa gedir. Buna basırıq, bu dala gedir. Şu. Basalım şu tamam. Sona gedib çatanda da o yana keçir. Bu tarafa gittiği zaman da o yana keçir. Bu kadar. Tamam mı? Biz x'i 0-10 aralığında belirleyelim. Şərtlər gəlir, 2 biletə verirlər. Ne tər vereceğiz sonra? Ya sen diyebilirsin ki bu 0-10 aralığındadırsa oley! Kim geldi? Ne dersin? Ne dersin? Ne geldin sen? Anladım. İşte anladım kapı. Ay Allah sen onlara bana boş ver. Ha. Bunlar olmasaydı, sadece məqsədimiz limit olsaydı ki bundan küçük olmasın, bundan büyük olmasın, onda olabilirdi. Yazarsın ki eğer bu birden büyük 9'dan küçük de o zaman x'i değiştir. Tamam mı? Ama eğer değilse o zaman yani eğer küçüktürse ve eğer büyüktürse o zaman ne olacak?
O zaman heç nə olmayacaq. Başa düşürsən? Yəni ki, bizim məqsəd qısa yazmaq deyil ki, məqsəd lazım olan şeyləri elətdirməkdir. Yəni biz əgər istəyirdiksə ki, sona çatanda başa qayıtsın, sona çatanda başa qayıtsın, o zaman beləcə yazılır. Birləşdirmək məcburiyyətində deyil. Okay. Okay. So, Gəl çək. Nə istəyirsən? Dedim ki, mesela senin de mənfi bir tane. O ilk ona təsir etməyəcək. Necə təsir edəcək? Bu tonda biz funksiyanın dəyərini mənfi bir olaraq. Tamam, vermişik, hə. Və o bir də mənfi bir olanda x mənfi bir olacaq. X necə mənfi 1 olsun? X hal-hazırda 1-dir. Əgər biz buna mənfi 1 gəlsə, o zaman 1-ə mənfi 1-i əlavə eləyəndə nə baş verir? Olur 0. 0 9-dan böyükdürmü? Yox, deyil. Bəs yaxşı, 0 1-dən kiçikdirmi? Hə, o zaman x eləyəcək 9. Göstərdiyi zaman 9-u göstərir. Aslanın 9. Bəli, bunlar bizim elə bil ehtiyat şeylərimizdir. Əgər bunun nəticəsində, bu əməliyyatın nəticəsində biz limitləri aşsaq, o zaman onu salır şeyə, bu başa qaytarır, bu isə əksinə sona atır. Bu böyle işler. Bu arada işte. İndi ise geldik növbəti fantaziyaya. Növbəti fantaziyamız nədir? Növbəti fantaziyamız odur ki, mən istəyirəm ki, mən heç bir düyməyə basıb eləməsəm də o özü-özünə fırlansın. Məsələn, hər yani 3 saniyeden bir mesela kesin o bir slayda. İstəyirəm. Yayın konuşmaları Tabii ki var, elbette ki var. Elbette ki var. Yani burada açar söz müəyyən bir müddətdən sonra o keçsin, yani o mesela üçün keçsin növbəti slayda. O müddətlə əlaqədar bizim işlərimiz olduğu zaman bu müddətli şeylər üçün JavaScript-də 2 dənə funksiya var. Onlardan biri set timeout'tu funksiyadır. O biri isə set interval funksiyadır. Tamam, 2 dənə funksiyamız var. Bunların arasındaki fark nədən ibarət? Set timeout'u yani kızlar bilir diyecektim ama kızlar bilmiyorum. Bilir mi, bilmez mi? Ne yukarıda? Yukarıda ne var? Yukarıda CSS. Hiç neden sonra, show'dan sonra yazmış. Farkı yok. Ayhan sen yemek pişirebilirsin. Böyle. Ne pişirirsen? Mesela böyle en yaxşı pişirdin. Saska yumurta. Oradan yaxşı da. Bəs nəsə nə bilim, belə şirin tortdan, nə bilim. Maksimum. Ha? Maksimum. Nə? Maksimum. Makaron. Vaxtı, yox. Makaron nədir sən canım? Yox, bir doşirak. Ha. Sən nə pişirirsən? Bilmirsən heç nə. Siz qaldınız evdə. Sən nə pişirirsən? Ben bir de ferdi dosunu verdim. Ayda. Duxovkadan ömründə istifadə eləməmisən. Ay vermiştim ben. Ama yandırmışsın. Soğan koymamış ve çok şeyler olmuş. Allah Allah. O ne yemekti böyle ki soğan koymayan da bir şeyler olmuş. Yandı. Ужас. Ha. Deməli, duxovkada belə bir funksiya var. Yəni orada hər bir reseptə yazılırkən, misal üçün də 180 dərəcəyə qədər isidilmiş duxovkada məsələn 30 dəqiqə pişirmək. Duxovkanın üstündə timer var. Onu belə qurursan 30 dəqiqədən sonra gəlib ding eləyir və duxovka sönür. Tamam? Hə, bax bu set timeout odur. Bunun içərisinə bir dənə funksiya adı yazılır. Hansını ki bu məsəl üçün neçəsə millisaniyədən sonra məsəl üçün
1000 millisaniyeden sonra bu funksiyanı çağırır. Tamam, 1 millisaniye ne demektir? 1000 millisaniye. 1 saniye demektir. Bəli, elədir ki var. Yani 1 saniyeden sonra bu funksiyanı çağırmasını istəyirsinizsə, set timeout'dan istifadə edin. 5 saniyeden sonra funksiyanı çağırmasını istəyirsinizsə, yani funksiya hemen yok, 5 saniyeden sonra işlesin. Aydın mı? Gecikme. Geciktirme. Tamam mı? Hı hı. Bunu başa düşdük. Yani kızlar bilmese de oğlanlar başa düşdü. Ha. İndi set interval nədir? Set intervalda odur ki, bu funksiyanı misal üçün tutalım ki, biz nə oxşuyur? Telefonda bir dənə şey qurursunuz, timeri qurursunuz. Məsələn ki, mən bugün 8-də qalxacağam. Tamam mı? Ha, orada 8'de çalırdı misal üçün. O nədir? O set timeout'dur. Ama siz ona belə baxırsınız, deyirsiniz ki, yaxşı birazdan qalxacağım. Bam başına vurursunuz. Bir dakika sonra yani başlayır şeyleme, yanı başına vurursunuz. Bir dakika sonra yani başlayır şey. Her bir saniyeden bir dakikadan bir o yana herhangi bir işi görür. Tamam mı? Bu set intervaldır. Set interval her mesela üçün neçəsə millisaniyeden bir bizim funksiyanı çağırandır. Yani set timeout onu bir dəfə çağırır, ifş olur. Bir dəfə ding elədi, sönür. Okay? Set interval ise her neçəsə millisaniyeden bir funksiyanı çağırandır. Tamam mı? Ben onu birincide funksiya 9 dəfə işləyəcək, ikincide bir dəfə. Hayır, birincide funksiya bir dəfə işləyir, ikincide ise sonsuz dəfə işləyir. Ne alakası var? 9'u harda sen görmüşsən burada? İkincilərin sayına görə deyil. Ne alakası var? No, öyle değil. Yani bu funksiyanı bircə dəfə çağırır. Prosto 1 saniyeden sonra. Bu ise funksiyanı yani her misal için 1 saniyeden bir çağırır. Çağırdı, sonra bir de çağırdı, sonra bir de çağırdı, sonra bir de çağırdı. Yani bize eğer lazımdırsa ki sonraki slayda keçsin, sonraki slayda keçsin, sonraki slayda keçsin, sonra bizde sonu yoktur axı bunun. 9'a çatanda təzədən 1'e qayıdır da. Onun için bize hansı lazımdır? İnterval lazımdır, bəli. İntervalla bunu düzüb koşmağa çalışacaq. Biz hansı funksiyanı çağırmalıyıq hər 3 saniyədən bir? Change funksiyanı çağırmalıyıq, tamamilə doğrudur. Yani ki, bura change funksiyasını yazsaq, o 3 saniyeden bir bunu çağırmalıdır. Çağırdı mı? Niye? Çağırmıştır yani ki çağırmıştır ki burası boşaldı. Prosto nasıl bir şey səhv var. Bakır konsola der ki fail to load resource. Ne bileyim none webp. Niye none? Çünkü bu funksiya bizden argument gözlüyor. Burada ise biz funksiyanın adını yazmışıq ancaq, argument verməmişik. Yani ki bu burada vermediğimiz için bu geldi undefined. Yani ki define olunmuyor. Undefined üstte gel bir not a number'dı. Tamam mı? Yani ki bu şey değil, rakam değil, onun için de bu burada çaştı. Şimdi aksıracağım bir defa. Belki de 2 defa. Ha, sağ ol. Yok. Yok. Buna hardasa argument vermeliyiz. Burada ancak funksiyanın adı yazır. Bir neçə yol var bunu eləməli. Yol nömrə 1. Biz burada bu funksiyada deyə bilər ki, dir əgər funksiya tərəfindən ötürülmürsə çağrılanda, yani ki bu belə bunun kimi. O zaman dir default olarak olsun misal üçün 1. Eğer dir gelmirse default kıymeti olsun 1. Tamam? O zaman bakın işledi. Fırlanır. Tamam? Süper. Yani böyle ayağın böyle hayallarına girmezdi ki biz böyle bir şey düzelteceğiz. Yani çünkü onun maksimum pişireceği şey makaron. Utanmırsan hadi. Bak yani sonra yani yaşlanacaksan yani ondan sonra ve pervane kimi kalacaksın evde. Niye? Çünkü ne lazımdı?
Yani badımcan dolması pişirə bilmir, doğa bulaya bilmir, aşarsa bilmir, ondan sonra ne bileyim, yarpaq dolmasını tüke bilmir. Nedir bu? Ne var? Bu. Elə şey yoxdur ya, yəni deyəmirsən ki, siz Allah məni nə bilim, mənlə evlənin, ondan sonra mən öyrədəcəm sizin yemək bişirməyi. Elə deyil. Sən əvvəlcə reklamını edirsən, onu bişirirəm, bunu bişirirəm, belə düşürürəm, belə zad edirəm. Ondan sonra deyirlər ki, bu qəşəng belə bacarıqlı qızdır. Onu tez bazar almaq lazımdır, başqası almamış. Ha. O elə işləyir. Müasir şey belədir. Ha, tamam mı? Bu birinci yoluydu ama. Hələ ikisi bir daha var. İkincisini göstermeyeceğim. Sırası üçüncüsünü göstereceğim. Yani siz elə bilirdiniz ki, set intervalının xəbəri yox idi ki, yani funksiya yazanda onun argumentini de harası yazmaq lazımdır. Təbii ki var idi. Onun üçün nəzərdə tutulub ki, əgər bunun argumente ihtiyacı varsa, o zaman burada vergül qoyub argumentini burada yazırıq. Ya? Bu da eyni şekilde işləyir. Yani ki, bir yazsanız qabağa gedəcək, yani mənfi bir yazsanız o zaman dal-dala gedəcək. Şu vəssalam. Tamam? Yani ki, bunun argumenti yani şeyden sonra, zamandan sonra yazılır, müddetten sonra yazılır. Yaxşı. Tak, indi neyək? İndi aşağı yukarı nedir? Sağa sola getiriyor, aşağı yukarı. Hansı sağa sola keçirsən sən? Bu indi sağa basıyor, sağa getiriyor. Sağa getmir heç nə. Hiçbir şey sağa getmir. Sağa basanda sonraki şəkillə keçir. 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə. Bunun nə sağı var, nə solu var. Yani ki, bu irəli və geridir. Və yuxarı aşağısı heç yoxdur zaten. Tamam? Tak. Burada bir dənə balaca bir məqam var ki, məsəl üçün mən düyməyə bastığım zaman, yani slaytların bəziləri belə, yani ki, arada bir oppanır. Çok tez oppanır. Bilirsiniz niye göre? Çünkü böyle. Çünkü mesela için bizim bir tane fonksiyamız var. Hansı ki her 3 saniyeden bir bizim için slide değiştirir. Düzdür mü? Şimdi tutalım ki biz mesela için bu noktada düğmeye bastıksa onda ne baş verir? Burada bizim slide değişir, sonra her bir saniye geçmemiş bir daha değişir. Düzdür mü? Onun için yani ki böyle oppanma efektleri baş verebilir. Şimdi biz neyin emaliyik ki böyle olmasın? Biz kliklenende bizim buradaki hadisəni dayandırsaq, timer sönsün. Ondan sonra kliklendikten sonra təzdən başlasın buradan 3 saniyəni saymağa. O zaman böyle yani biz klikleməklə istediğimiz vaxtı şekli değiştirə bilirik. Ama timer bizim her bir klikten sonra təzdən başlasın 3 saniyəni hesaplamağa. Tamam? Bunu nə tər eləmək olar? Bunu belə eləmək olar ki, set interval, yani ki elə bayaq dediyim kimi, bu sonsuza dək işləyir normal qaydada onu dayandırmasam. Yani her 3 saniyeden bir bu fonksiyonu çağıracaq.
Yani çağıracaq, yani bəli, sonsuz da istəyir. Amma onu dayandırmanın yolu var. Yalnız onu dayandırmaq üçün belə bir məqam da mövcuddur ki, yəni bizim bir səhifədə bir neçə dənə set intervalımız ola bilər. Biri nə bilim burada saat saysın, biri nə bilim burada nə bilim başqa iş görsün, biri burada nə bilim hər 3 saniyədə bir nə bilim nəyini fırlatsın filan. Onun üçün bilinməlidir ki, hansı timeri dayandırmaq istəyirik. Onun üçün bu hansının bilinməsi üçün set timeout'u, set intervalı quranda biz onu hər hansı bir dəyişənə mənimsədirik. Tamam mı? Tutalım ki, buradakinin adı olsun timer. Okay? Və mənə lazımdır ki, misal üçün mən düyməyə basmadım. Change funksiyası koda düşən kimi bizim timerimiz neynəsin? Dayansın. Dayanması üçün var bizdə clear interval funksiyası. Bunun argumentində biz yazırıq ki, hansı intervalı dayandırmaq istəyirik. Dayandırdıq. Tamam? Dayandırdık. Ondan sonra ne baş verir? Ondan sonra bizim şekil değişir. Yani biz button'ı bastık, değişti. Sonra ne olacak? Sonradan başlatmalıyıq. Ha. Bəli, çünkü biz onu burada söndürmüşük. Bakın yani ben klikləmədən yox, bu da işləmədik. Bilirsiniz niye? Çünkü bakın 3 saniyeden sonra bu bir defa değişti. Ama bu değişende de bunu çağırdı axı. Bunu çağırdığı zaman bu onu dayandırdı. Onun için burada set interval istifadə eləmənin prinsipçi mənası qalmadı. Set interval hər 3 saniyədən bir işləyirdi. Bu səfər bircə dəfə işləyib dayanır. Yəni bu set interval alınmadı, bu set timeout alındı. Olsun set timeout, nə fərqi var ki? Olsun set timeout. O zaman burada da olacaq clear timeout. Olsun, problem yoktur. Ama Murad'ın dediği kimi biz bunu burada dayandırırıqsa, slaydı çevirdikten sonra onu təzdən qurmalıyıq. Təzdən qurmaq üçün nə etməliyik? Yazmalıyıq ki, bizim timerimiz təzdən set timeout olsun, təzdən 3 saniyə. Tamam? Yani burada onu dayandırırıq. Burada ise o təzdən işləməyə devam edir. Yes. Baxırıq. Baxmayaraq ki, timeout'dan istifadə eləmişik. Timeout özünü şey kimi, interval kimi aparır. Nəyin sayəsində? Onun sayəsində ki, biz buradan təzdən dururuq. Yani ki, bu nətər oldu? Biz duxovkanı götürdük, qoyduq yatağımızın yanında. Qurmuşuq onu səhər saat 8'də. Tamam? Yani saat 8'de bu bir daha ding elədi. Biz onu bir dəqiqə daha qururuq. Bir dəqiqədən sonra ding elədi, təzdən qururuq. Bir dəqiqədən sonra ding eləyib, təzdən qururuq. Və s. və vaxt. Yəni o da interval kimi işləməyə devam edir. Tamam? Güzel. Güzel. Ha? En-isi intervalda da seti olacaq. En-isi nədir? En-isi timeout edəcəyimizin en-isi. Olacaq, imtası yəni ki, mənası yoxdur. Yəni interval zaten hər nə bilim nədən işləməlidir, amma burada biz onu söndürürüksə mənası yoxdur. Başa düşürsən? Yəni eləsək bəli işləyəcək. Amma mənası yoxdur. Tamam? Yaxşı. İndi burada bir daha da gəlin bir şeyləyək. Burada biz bu şounu nəyə yazmışdıq? Yadınızdadır? Bir də təkrar yazdım. Yox, yəni ki, burada şounu niyə yazmışıq? Asılan kimi şəkil atsın. Hə. Eşitdiniz nə dedi? Asılan kimi şəkil atsın. Aha. Səhifə açılan kimi hələ bu butonu basmamış, şəkil açsın. Yəni biz bunu burada yazmasaq, o zaman burada başda heç nə olmayacaq.
Ha, 3 saniyeden sonra şekil geldi. Niye geldi 3 saniyeden sonra? Çünkü 3 saniyeden sonra bu change'i çalıştırdı. Change'de çalışanda zaten burada show işləyir. Hı hı. Ama show'unu başta sildiğimiz için yani ilk 3 saniye şekil olmayacak. Bəs yaxşı, belə bir sual. Yani ben burada bunu 3 saniye yok. 0 koysam ne olacak? Hemen geldi şekil. Niye? Çünkü bu hemen bu fonksiyonu çağırır. Ve hemen de bizim show'umuz orada nasıl bir şey gösterir. Ama bir tane məqam var. Beləcə bir məqam. Bilirsiniz nədir o? Burada başta şekil çıxır çıxmağına. Ama bu bilirsiniz neçənci şekildir? Bu ikinci şekildir. Birinci değil. Bilirsiniz niye? Çünkü bizde x1 idi. Bu ise 0 saniyeden sonra onu 1 arttırır. Bunu 0 koyabiliriz. Tamamıyla doğrudur. O zaman bakın. Birinci şekilden başlayır, ondan sonra 2'ye geçir, ondan sonra 3'üncə geçir vesaire olur. Tamam? Belə işler. Beləliklə biz hal-hazırda sizinle böyle möhtəşəm bir şey yaratmışıq. Yani bu batınlarının da işləyir. Ondan sonra qabağa da işləyir, dala da işləyir, avtomatik de işləyir, ne bileyim her cürünə də işləyir. Bu arada biz bu show'un funksiya kimi niye yazmıştık? Ki 3 defa bunu yazmayaq. Ama biz onu hiç istifadə eləmirik ki 3 defa. Qavaqlar birdən burada yazırdıq, burada istifadə eləyirdik, burada istifadə. Hal-hazırda ihtiyac yok. Onun için prinsipçi bu funksiyada ihtiyac qalmadı. Yani bunu da biz ləğv eləyə bilərik. Və bunun əvəzinə sadəcə və sadəcə bunu yaza bilərik. Ve selam şu tamam. Yani hal-hazırda bizim gül kimi slayderimiz hazırdı. Yes? Yes. Ve prinsipçi şu. Yani ki slayderın işlemesi için bunu yazmak kifayet. Nasıl çetindi? Yok. Çetin bir şey yok. Gördüğünüz gibi yani bir damcı baş işletməklə ve böyle yüngülvari nasıl bir şey yazmakla istediğimiz her şeyi biz elde edebiliriz. Böyle. Buraya nəsə effekt, zat getirmək istəsəniz vesaire və axır o aydın məsələdir ki, o başqa söhbət. Ama yani ki elə bir zadımız yoktursa, yani xüsusi böyle iddialarımız yoktursa o zaman Üstüne basadan dayanmalı. Üstüne basanda dayanmanı necə eləyirik? Yaxşı sual. Kimin üstüne basanda? Şeklin üstünde. Bizde şekil diye bir şey yoktu. Bizde var div, bizde var button, bizde var button. Div'e basanda. Bu istəyir ki div'e basanda ne olsun? Yani misal için stop fonksiyamız işlesin. Ya bir defa basanda dayansın, ikinci defa basanda işlesin. Mesela için istəyirəm. Bunun için yani ikinci funksiya yazmalısın da. Ama bu funksiya bizde 2 tane işi birden görecek. Timer işləyirsə onu dayandıracak. İşləmirsə onu şey eləyəcək. Onun için timerin işləyib işləməməsini təmin etmək üçün bizə nəsə bir şey lazımdır mütləq şəkildə. Gəlin əvvəlcə onsuz eləyək. Yəni bizə lazımdır ki, buna basanda timer dayansın. Timerin dayanması bizdə nə idi? Clear timeout idi. Bəli, burada yazırıq clear timeout. Bu
bu hal-hazırda işləyir, fırlanır beləncə. Değil mi? Onun üstüne bastığımız vaxtı dayandı. Bizde otomatik butona da tıklayabilir diyor. Astmatik butona klikləyəndə yox, dayanmayacaq, təzədən fırlanmaya davam edəcək. Çünki batında bizdə təzədən start timeout olduğuna görə əslində işləməli idim, işləmədi. Ümumi diler geçiyor. Bir de bakımdan. Ne olsun, onun dəxlisi yoxdur. Onun dəxlisi yoxdur. Yəni bu clear timeout olduğuna görə bu onu həmişə dayandırır. Evet. Ona görə də bunu yenidən bastığımız vaxtı bunun işləməsi üçün burada belə bir şey yaza bilərik. Deyə bilərik ki, bizim bir dənə məsəl üçün dəyişənimiz olsun. Adətən bu cür şeyləri, yəni yanıb sönməsini göstərən şeyləri flag adlandırırıq. Başda onun qiyməti olsun true. Yəni ki, bizim timeoutumuz işləyir. Burada da yazacağıq ki, əgər bizim flagımız true'dursa, o zaman neynəsin? Timeout'u dayandırsın. Okey mi? Əks halda, əgər flag true deyilsə, false'dursa, o zaman təzədən bunu qoşsun. Tamam mı? Amma bir dəfə basanda flagın qiyməti dəyişməlidir. True-dursa false olmalı. False-dursa true olmalıdır. Onun üçün burada yazırıq ki, bizim flagımız bərabər olmalıdır flagın tərsinə. Nida işarəsi tərsinə çevirməkdir. Yəni inkardır. True-nu false eləyir, false-u true eləyir. Tamam? Baxırıq. Yəni hal-hazırda işləyir, gül kimi çevirir. Bunu mən çıx eləsəm, bu dayandı. Yox. Ağzı belə qalır. İndi mən bunun üstünə bir dənə də bastığım zaman gördünüz, təzədən işləməyə başladı. Niyə? Çünki biz flagı true'dan false eləmişik. O təzədən bunu qoşdu. Tamam mı? Bu da sənin üçün dayanma durma. Bu arada bunun daha romantik olması üçün hələ vaxtımız var. Belə bir şey də eləyə bilərik. Yadımızdadır, bizdə simvol siyasi var idi. Bura mən yazıram məsəl üçün play. Ya da elə bu məni qane eləyir. Okey. Tak. Onu nətər eləyəm? Diamanda ekranda Bunun içərisinə mən bunu soxmaq istəmirəm. Amma deyəsən məcbur olacağım. Tak. Bura bir dənə span əlavə eləyirəm. ID-si olsun pause. Məsəl üçün. Okey mi? Вот. И burada yazacağım ki pause'un display'i olsun none. Ama slider'ın üzerine geldiğimiz vakti içindeki pause'un display'i olsun mesela ne? Yok, inline olsun ya da initial olsun. Evet. Plus bunun içerisindeki, yani düzdür, bu yok, burada şey olmalıdır, pause olmalıdır. Onun üçün bunun məsəl üçün color'ını eləyirəm. Məsələn də ağ
Ondan sonra tutalım ki opacitysini eləyirəm, tutalım ki 0,5%. Ondan sonra font size-ını eləyirəm, tutalım ki 5. Yəni təxminən beləsinə baxırıq. Baxın üstünə gəldiyimiz vaxtda bu çıxır. Gözəl. Hərçənd bu çıxmamalıdır. 5 yem azdır. Məsələn 10 yem olsun. Aha, böyle yaxşıdır, bomba, değil mi? Hı -hı. Tak, yalnız mən burada istəyirəm beləçinəsi var, amma onun zadı varmı? Bir simvolla yoxdur. Çok pis. Bir dənə var bundan. Onlar kitaplar. Yani bunu elə-belə misal üçün belə yazsaq, bu nəyəsə oxşayacaqmı? Çox iyrənc. Çox iyrənc. Ya bunun mənə şey lazımdır. İkilisi lazımdır və vertikalı lazımdır. Yoxdur. Bak, o zaman belə eləyək. Bu beləncə nə olmalıdır? Prinsip çöp elə budur. Haha. Tak, okey, baxırıq. Yes. Tamam. Tak. İndi madem ki bu belədir, burada mən bunu daha advanced eləyəcəm. Deyəcəm ki, əgər mənim flagım true'dursa, və mən bunu dayandırmışamsa, o zaman pause'un içərisində ki işarə olmalıdır. Nədən? Bundan. Play. Düzdürmü? Beləncə. Burada da əksinə biz bunu startlamışıqsa, o zaman pause'un içərisindəki işarə olacaq bundan. Belə. Baxırıq. Yəni hal-hazırda işləyir. Və yəni ki biz bunu stoplaya bilərik. Stoplamaq üçün üstünə basıram. Stop oldu, işləmir. Değil mi? Və təzədən bassam, bu səfər işləyəcək və üstünə gəldiyimiz vaxtı bizim işarəmiz olur bundan. Tamam. Bu ola bilsin ki 0.5 biraz çox oldu. Mesela 0.8 zad eləsək biraz daha yaxşı olacaq. Bu da işləyir. Niyə? Çünki işləmirik. Düzdürmü? Amma çık eləsək bitti, bu kadar. Yani bu dəqiqə dayandı. Playləmək üstünü klikləmək lazımdır. Klikləsək o zaman işləməyə 3 saniyədən sonra devam edəcək. Siz tutuyorsunuz size flag Başa düşmədin. Nida məntiqi inkardır. True'nu false'a çevirir, false'u true'ya çevirir. Yani bizim flag qabaqlar true'dursa, o zaman bu işi gördü. Ondan sonra gəlir bura və flagı eləyir true'nun tərsi. Yəni ki false. İkinci dəfə bastığımız vaxtı flag ucu false'dur. Bunu eləməyəcək, bunu eləyəcək. Və təzədən bunu çevirəcək bu səfər true vəziyyətinə.
Tamam? Bu hər dəfəsində bunu, ya bunun əvəzinə belə də yaza bilərsən əllə. Bura yaza bilərsən flag bərabərdir. Əgər biz bunu silmişiksə, flagın vəziyyəti nədir? False-dur. Burada isə biz onu aktiv eləmişiksə, flagın vəziyyəti true-dur. Beləncə də yaza bilərik. Amma o zaman bunu 2 dəfə yazmış oluruq. Burada da flagı yaz, burada da flagı yaz. Hərçənd nə idi? Flag true idursa biz onu false eləyirik. False idursa biz onu true eləyirik. 2 dəfə bunu yazmamaqdan ötürü biz elə burada yazmışıq bir dəfə ki, əgər flag true'dursa onu tərsinə çevir, false elə, false'dursa tərsinə çevir, true elə. Tamam? Salam, şüt, tamam. Belə işlər, millət. Bu günləri biz beləncə xeylıq iş görmüşük, yəni iflərlə, else'lərlə, filanla, feçməkənlə. Tamam? Bu arada paralel olaraq Paputu şey də yaratmışıq. Qəşəng gözəl slayder. Onun üçün bundan sonra birdən çaşıb qayıdarsınız köhnə şeylərə, template'lərə. Orada da slayder olsa, məsəl üçün artıq öz əl işimiz olan slayderdən məsəl üçün istifadə edə bilərsiniz. Yəni böyük deyil, çox da istifadə edilir, qəşəng gözəl yaraşıqlı. Tamam? Belə işlər. Beləliklə mən bunu sizin üçün göndərirəm. Allah xoşbəxt eləsin. Bunu gülə-gülə istifadə edin. Sağ olun bugünlük.